Xəzər Media Mərkəzi və Almamedov Media təqdim edir. Adətən biz ətrafımızdakı olan insanlara öz sevgimizi etiraf edirik. Amma öz valideynlərimizə sevgi etirafı axırıncı dəfə nə vaxt etmişik? Və deyirikmi valideynimizə, anacan, səni sevirəm, atacan, səni sevirəm. Yəni, ola bilər bizlər üçün bu söz cüzi bir sözdür, amma ki, inanın ki, valideynlərimiz üçün çox bir önəm daşıyır övlad sevgisi. Gəlin görək, bugünkü eksperimentimizin qəhrəmanları öz valideynlərinə axırıncı dəfə nə vaxt sevgi etiraf ediblər? Əziz tamaşaçılar, bu eksperimentə biz indi start veririk. Alo, mama, mənəm Ritadır. Mama, mən səni çox istəyirəm. Nə? Mən səni çox istəyirəm. O nə demək dostum? Nə olub? Gələndə evə başa salaram. Sonra nə olubdu? Heç nə. Yaxşı, peki. Bu görürsünüz, niyə O belə? qədər Yəni deməmişəm. insanlar o qədər şok, nə olub? Görürsünüz reaksiya nə olub? Amma məncə onlar Mən ona eləyəcəm özümə, ona görə Amma buna deyirəm ki, mən səni sağollaşıram, vidalaşıram. Amma məncə onların ehtiyacı var buna. Düzdürmü? Mən səni sevirəm. Çox istəyirəm. Niyə mama? Niyə? Heç nə belə dedim də. Niyə sən böyle? Heç nə də belə dedim. Yəni böyle deməzsən. Evə demək olmaz. Hə? Heç nə də belə dedim, gəlirəm, yaxşı. Sən çocuğun nə olub? Heç nə. Yo, yaxşı, sağ ol. Alo. Alo mama, Hə. mən səni çox istəyirəm, çox sevirəm. Hə? Ya mən səni çox istəyirəm, çox sevirəm. Hə. Hə də canım. Buyur. Başa Demək olmaz ki, səni çox istəyirəm, çox sevirəm bəyəm. Rüfat, nə demək istəyirsən? Heç nə yəni. Rüfat, asıl danış, görüm nə demək istəyirsən? Deyirəm mən səni çox istəyirəm, çox sevirəm. Çox başqa sağ ol, heç mən də nə. sizi çox istəyirəm. Hə, sağ ol, çox sağ ol. Şo. Ana, Hə? eşidirsən məni? Hə. Səni çox istəyirəm. Mən də səni istəyirəm, amma düzgün ol. Gəl sənə yaxşı bir söz deyim də. Sən bilsən də mən səni nə qədər çox sevirəm. Sevirsən, yoxsa istəyirsən? Çox sevirəm, istəyirəm. Nə fərqi var? Hə. Yəqin ki, sən çox istəmirsən, nə oğlumu. Mən də səni sevdim. Yaxşı, mama, yaxşı. Hə, sevgilim, nə istəyirsən, mama qurban? Heç nə, sənin can sağlığın. Hə, xoş xəbər deyim mamaya. Yaxşı, oldu. Hələ bir şey yoxdur. Mama necəsən? Sağ ol, yaxşıyam. Mən səni bu dünyada hamıdan çox sevirəm, bunu bil təkcə. Xeyir ola. Yəni dedim də biləsən indi hal-hazırda. Tamam. Yaxşı Nə oldu. olub ki? Ya, Hara getsən? heç bir şey olmayıb, prosta dedim bu etiraf eləyim sənin üçün. Hə, mən üçün Bu deyirdin, etirafı onu yandakı üçün. Yox, bu etirafı demək olmaz ki. Mən üçün deyirdin onu. Hə, sənin üçün deyirəm elə. Hə, çox sağ ol Günay. Oldu, sağ ol. Səni çox istəyirəm, ata. Heç hələ belə ürəyimdən keçdi dedim də. Sağ ol, sağ ol. Al. Gözləmirdin, hə? Gözləmirdin bu söz deyə. Mama, sənə bir söz deyim də mən. Hə, Hə, mən səni çox istəyirəm. məsələn mənə deyəcəksən. Ya elə onu deyəcəkdim də. Məsələn mənə çox nə Yo, vallahi elə onu deyəcəkdim də. Prosta ürəyimdən gəldim ki, yo, Aşkım, mən də səni çox istəyirəm, aşkım. Yaxşı, eləlik. Alo, Alo, salam. salam. Necəsən papa? Ha, sağ ol. Papa, mən səni çox istəyirəm. Ha, Çox istəyirəm. Sağ ol ki, varsan. çok sağ ol. Xeyir deyil. Belə də demək olar. Zəng eləmişdim bunu deməyə. Sağ ol. Sən də sağ ol. Yaxşı ki, varsan. Hələlik. Sağ olasın, sağ ol. Sənə bir söz demək istəyirəm. Deyil. Səni çox sevirəm, çox istəyirəm səni. Eşitdin? Bişər. Nasıl sevəcəm? Mustafa
Etrafa de görüm nə deyirsən. Deyirəm ki, səni çox istəyirəm və çox sevirəm. Allah razı olsun. Bəs sən məni istəmirsən? indi? Qarşılıqlıdır, narahat olma. Eşidirəm. Yaxşı, niyə təəccüblənirsən? Niyə təəccüblənirəm? Hə. Təəccüblənməmin səbəbi o ki, durduq yerdə heç kim öz məhəbbətini etiraf eləmir. Oğlunla baxın, mən hər dəfə eləyə bilərəm bu işi. Ada fiyansan? Yox, deyiləm. Yaxşı, çox sağ ol. Sevirəm səni. Mən də səni. Tamam. Mən səni çox istəyirəm. Mən də səni çox istəyirəm. Sağ olun. Heç nə olmayıb, heç nə olmayıb. Prosta. Prosta. Mama, Hə, mama mən səni çox amma çox istəyirəm. yaxşı eləyirsən. Can, gözləmirdin? Gəlmirsən evə. Yaxşı, mən səni çox istəyirəm. Niyə təəccüblənirsən ki? Gözləmirdin ki, mən sənə bunu deyə bilərəm. Yox, oradan çıxdı. Can, yaxşı, mən səni çox amma çox istəyirəm. Yaxşı ki, sən mənim həyatımda varsan. Hə, sən də mən. Nə olub, az xeyirdirmi? Niçin mama? Heç nə, rahat olma, sağ ol. Haradasan, gəlirsən? Aha, gəlirəm. Biz adətən anaya daha çox sevgi etiraf edirik. Ata biraz çəkinirik. Amma ki, mənim fikrimcə ataya sevgi etirafı, yəni o da böyük bir rol oynayır. Çünki atanın da buna ehtiyacı var əsas da oğul övladı tərəfindən ola bilər. Ona görə mən özüm də bir çox tamaşaçılar kimi ataya sevgi etirafı bugünkü günə kimi düzünü desəm eləməmişəm. Amma indi zəng eləyəcəm sizin qarşınızda, görək nələr baş verəcək. Yeri gəlmişəm, ata da evdə deyil. Kəndə gedib nənəmin yanına. Neçə gündür görmürəm, yerinə düşər. Ataya zəng eləyib düşər, mənim indi anama zəng eləyəcəm. Sevgi etiraf eləyəm, yəni o qədər də kövrəlməz, amma çox kövrək bir xanımdır. Alo. Alo. Ayaz. Necəsən mamacan? Alo. Necəsən mamacan? Hə, evdəyəm. Evdəsən? Səni çox istəyirəm, çox sevirəm. Sağ ol ki, varsan. Niyə? Qurban olaram Alo. sənə. Qurban olaram sənə. Elə deyirsən niyə? Yəni sənə deməmişəm, hə? Demirəm də sənə. Axırıncı dəfə nə vaxt demişəm sənə? Nə deyirsən? Axırıncı dəfə nə vaxt demişəm sənə səni çox istəyirəm? Axırıncı dəfə nə vaxt demirsən? Hə, elə təəccüblənirsən ki, ki sənə demirəm. Tez-tez deyirsən də sən hoşlar mənə. Hələ tez-tez deyirəm, sən niyə elə təəccüblənirsən? Yox, indi zəngdə həmişə üzümə deyirsən. İndi telefonla göndərirsən sevgi mesajını. Hə, telefonla romantikəm də, canım mənim, romantik. Ata, salam. Salam. Necəsən, ayata? Sağ ol, çox sağ ol. Sən necəsən? Şükür Allah, darıxmışam sənin üçün. Səni çox istəyirəm. Hə, kaş sənin işin düz getsin. Darıxmağına zərər yoxdur. Gələcəmdə bir şey. Hə, səni çox istəyirəm, çox sevirəm, çox. Sağ ol, çox sağ ol. Allah sənə ömür versin. Allah yollarını təmiz açsın. Deyirəm, heç fikirləşirəm, otururam. Amma öz-özümə deyirəm ki, olub aramızda, demişik, dalaşmışıq, sözlərimiz səhv gəlib, amma sən yeksən də, sən təksən. Sən öpürəm, sənin ötürü darıxıram. İnşallah gələrsən. Qato, mən də indi rahatım da, bax, burada mən rahatım. Bilirəm ki, sənin kimi oğlum var, orada evi dolandırırsan. Evi dolandırıram. Əgər sən buna mənə inanırsansa, deməli, amma vaxt var idi, sən mənə inanmırdın, ha? Hə, inanmırdım. İnanmağına mən elə olmalıyam. Aysa, çünki sən elə Nə qədər yaxşı olsan da, mən demişəm, yaxşıların yaxşısı olacaq. Düzdür, çünki əgər mən bilsəm ki, sən mənə inanırsan, mən onda ağ eləyərəm, hə? Hə, bəli, sən yaxşıların yaxşısı olmalısın da, ona görə. Nə vaxt gələcək ki, bax, vaxt gələcək ki, mən oturanda rahat oturacam, sən məni bir dəfə tərifləyəcəksən. Elə vaxt olacaqmı? Mən onu səni ürəyimdə tərifləyirəm, o bəsdir mənə. Hə, ay, sənə qızı kəsən. Yaxşı, ürəyində tərifləyirsən, onda mən onu hiss eləyirəm.
Mən onu hamısını ürəyimdə tərifləyirəm. Yaxşı, bəs bu iş Çox ağ eləmək olmur. Mən üzə vursam, sən daha şey gedə bilməzsən. Qabağa gedə Mən onu bilmərəm. gizlədirəm ürəyimdə. Ha, Nə sənin qədər ürəyinə qurban sevinsəm olum. də ürəyimdə gizlədirəm. Mən istəyirəm sən daha da gedirsən qabağa. Aha, bildim. Yəni atalar belə olur da, yəni. Amma Ha, belə olur. yaxşıdır. Biz də ata olarıq, onda bəlkə biz də bilərik. Allah eləsin, Allah. Ayın 21-nə gələcəksən, 21 mayda. Ha, gələcəm. Park Sinema Kino Teatrına səni dəvət edirəm. 21 may Motivasiya adlı film təqdimatı Ha, olacaq. baxıram Instagramda, baxıram ha. Yaxşı, səhər verilişin olacaq. Ha, səhər verilişim olacaq. Amma səni hoşum bağrıma basıram. Yəni tərlədim sənə deyənə kimi ki, Sağ ol, səni çox sağ ol. öpürəm. Sən tərədin, mən də gözlərimdən yaş axıtdım. Ata yəqin ki hər ata sevgi ətrafı, ataya atamla çox münasibət olub, elə bir münasibətlərimiz olub, bir-birimizə gəlməmişik, sözlərimiz səhv gəlib. Atamla çox münasibətim biraz sıx olub, amma ən söz ağır, yəni ən xoşuma gələn söz bu oldu ki, yəni atamın mənə inanması oldu. Yəni atam mənə deməsi ki, artıq sən evi dolandırırsan. Hələ heç vaxt belə olmamışdı. Çəkin, siz də çəkin. Yəni o insanı güldürmək, o insanı sevdirmək, sevindirmək daha doğrusu, yəni real olan bir şey deyil. Yəni çox ciddi bir insandır. Mənim əksim, ən əsas onu demək istəyirəm ki, ata-ana sevgisi qiymətsizdir və biz hər gün Allahımıza şükür eləməliyik ki, əgər o ananın, o atanın sevgisi varsa, yaşayırsa yanımızda, o qiymətsizdir. Həyatdan gedəndən sonra qiymət vermək yəni heç bir önəm daşımır. Həyatda ikən öz əzlərimizin qiymətini bilməliyik və qiymətləndirməliyik.